Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə kimyəvi rabitə və oksidləşmə dərəcəsi mövzusuna aid olan ətraflı yazılı cavab tələb edən tapşırıqların izahlarına baxırıq. Test bankı 2025-ci ildən. Sual nömrə 1. Pentin bir molekulunda kimyəvi rabitələrin yaranmasında iştirak edən hibridləşməmiş orbitalların sayını və sp3 hibrid orbitallarının biri-birini örtməsi hesabına yaranan rabitələrin sayını müəyyən edin. Pentin 1, yəni C5H8. Pentin, yəni adı illə qutarır deyə burada karbon atomları arasında 3 qat rabitə var. Kimyəvi rabitənin yaranmasında iştirak edən hibridləşməmiş, yəni qeyri-hibrid orbitallarının sayı hidrogenin sayı ilə pi rabitənin 2 mislinə bərabər idi. C5H8-də hidrogenlərin sayı 8, üstə gəlinsin, 2 vurulsun, 2 ədəddə pi rabitə var. Yəni 2 vurulsun 2 eləyəcək 12. Bu birin cavabı. sp3 hibrid orbitallarının biri-biri örtməsi hesabından yaranan rabitəni soruşursa, pentin 1-in quruluş formulunu düzəldək. Pentin 1 3 qat rabitə birinci karbondadır, qalanları 1 qat rabitədir və biz də bilirik ki, 3 qat rabitəli karbonlar sp halında, 1 qat rabitəli karbon atomları isə sp3 hibridləşmə halındadır. Bizə sp3 örtülməsi soruşursa, sp-lərə baxmırıq. sp3-lərin arasındakı qalan rabitənin biri budur, biri də bax budur. Yəni cavab eləyəcək 2. Bu birinci sualın izahı. Nömrə 2. Çevrilmələr verilib, CH3COO natrium üzərinə natrium hidroksid əlavə edəndə, bu alkanlarda öyrənmişdik, metanın alınma tənliyi idi. CH3-dən H-ı birləşdirsəm əmələ gəlir CH4, buradan çıxır natrium 2CO3, CH4 bağışlayın. Deməli, CH, natrium 2CO3, bunu da elədik, CH4, metan əmələ gəlir. Bu X maddəsi. Metanı 550-600 dərəcədə parçalayanda əmələ gəlirdi C2H4, yəni etilen. Bu da oldu Y maddəsi. Y maddəsinin üzərinə su əlavə edəndə orta fosfat turşu iştirakında əmələ gəlirdi etil spirti, yəni C2H5OH. Bu da oldu Z maddəsi. C2H5OH-ın da quruluş formunu biraz açıq halda yazsaq, CH3, CH2OH eləyəcək. Maddələrimizi tapdıq. Y-in molekulunda qeyri-polymer kovalent rabitələrin sayını. Y C2H4, yəni etilen. Birin cavabını yazırıq. Etilenin quruluş formulu CH2 2 qat rabitə CH2 idi. Qeyri-polymer kovalent rabitə karbon atomları arasında olan rabitələrdir. Burada həm sigma var, həm də pi var. Yəni qeyri-polymer rabitələrin sayı burada olacaq 2. Biri sigma, biri də pi. Hər ikisi qeyri-polymer kovalent rabitədir. Z-in molekulunda birinci karbon atomunun oksidləşmə dərəcəsi. Z tapmışdıq, etil spirti idi. Spirtlərdə nömrələnmə OH qrupunun birləşdiyi karbondan başlayırsa, 1 metil qrupu olacaq 2-ci karbon. Bizə də birinci karbon atomunun oksidləşmə dərəcəsini soruşursa, deməli CH2 OH tərəfdəki karbonu axtarmalıyıq. Hidrogen müsbət 1, oksigen mənfi 2. Hidrogeni də müsbət 1 yazanda cəmi sıfır eləməsi üçün karbon da olacaq mənfi 1. Mənfi 1 ilə mənfi 2 də mənfi 3, 2 1-in müsbət 2, bir də müsbət 1 oldu mənfi 3, cəmi oldu 0. Yəni karbonun dərəcəsi 2-də eləyəcək mənfi 1. Nömrə 3. Maddə verilib sulfat turşusu H2SO4. Sigma rabitələrin sayını, bir də rabitələrin yaranmasında iştirak edən elektronların sayını. Rabitələrin yaranmasında iştirak edən elektronların sayını birinci tapaq. Onu tapmaq üçün nə edirdik? Əvvəlcə ümumi rabitəni tapırdıq. Ümumi rabitə tapmaqdan ötəri oksigenin sayını, indeksini vururduq valentliyinə. 4-ü 2-yə vursaq eləyir 8. 8 rabitə varsa, onu da 2-yə vururduq, tapırdıq elektronların sayını. Yəni rabitə əmələ gətirən elektronların sayı bu da olacaq 16.
Bu 2-nin cavabı. Deməli, rabitə edən elektronların sayı ümumi rabitənin ikimisinə bərabərdir. Çünki bir rabitə 2 elektrondan əmələ gəldiyinə görə. Birin cavabını tapmaq üçün sulfat turşusunun quruluş formulunu çəkək. Hidrogenləri alt-alta yazıb, paralel oksigenə birləşdirib, mərkəzi atom S-i oksigenlə birləşdirəndən sonra 2 qat rabitəli oksigenləri də yazdıq. Sigma rabitəni axtarırıqsa, 1 qat rabitələr sigma rabitələrdir. 2 qat rabitənin biri pi, biri sigmadır. Bunda biri pi, biri sigma olanda, demək sigma rabitələrin sayı neçə olacaq? 1, 2, 3, 4, 5, 6. Belə. Nömrə 4. Maddələr verilib CO2 və CH4. Molekulunda karbon atomlarından hibrid orbitalların sayı X və Y axtarın. CO2 mərkəzdə karbon, sağında, solunda oksigen atomları var idi. 2 qat rabitə ilə. Bu molekul xətti quruluşlu molekuldur. Xətti quruluşlu molekulda 180 dərəcə variant bucağı yaranır. Bu da karbonun sp halında olduğunu göstərir. Ya da ki, danışmışdıq ki, bir karbon ətrafında 2 qat rabitə varsa, bu karbon sp hibridləşmə halındadır. Eyni bax bu vəziyyət elə bax bu CO2-də də var. Deməli, karbon sp hibridləşmə halındadırsa, sp hibridləşmənin 2 hibrid orbitalı olurdu. sp cəmi 2 eləyirdi. Yəni x bərabər oldu 2-yə. Metandakı karbon sp3 halındadır. sp3 hibridləşməndə 4 hibrid buludu olurdusa, y də bərabər eləyəcək 4-ə. Beşinci misala baxaq. Deməli, vinil asetilen verilib. CH2, 2 qat rabitə CH, C 3 qat rabitə CH. Molekulunda karbon atomlarının rabitələrin yaranmasında iştirak edən elektronlarının sayı. Karbon atomları 4 karbon atomu var. Baxın, karbonun sıra nömrəsi 6 idi. Bunu yazırdıq 2, 4. Karbon kimyəvi rabitə yaradanda sondakı 4 elektronun 4-ündən də istifadə edir. Onda karbon atomlarına rabitə yaradan, rabitənin yaranmasında iştirak edən elektronların sayını tapmaq üçün karbonların sayını, 4 karbonumuz var idi. Vurmalıyıq bu 4 elektrona. Eləyəcək 16. Bu x-in cavabı. Polyar kovalent rabitələrin sayı, hidrogenlərin sayıdır. Karbhidrogenlərdə 2, 1, bu da 1. Elədi 4. Polyar kovalent rabitələrin sayı. Z rabitələrin yaranmasında iştirak edən qeyri-hibrid orbitalları. Qeyri-hibrid orbitalların sayı hidrogenin sayı ilə pi rabitənin 2 misli idi. Hidrogenimiz 4, pi rabitənin biri burada var, ikisi də 3 qat rabitənin içində var. Yəni 2-ni də vururuq 3-ə. Bu da eləyəcək cəmi 10. X, Y, Z-i tapdıq. Biz amma deyir X tapmış 16-dır. Və Z minus Y tapın. Z, bu oldu birinci, bu da ikinci. Z-i tapmışıq 10, çıxılsın Y. Y də 4, bu da eləyəcək 6. İkində cavab olacaq 6. Nömrə 6. 6-cı misala baxırıq. Ammoniak molekulunda kimyəvi rabitələrin yaranmasında iştirak edən elektronların sayını. Ammoniak NH3. Ammoniakın quruluş formulunda 3 hidrogen var idi, yazdıq. Rabitələrin yaranmasında bir rabitə 2 elektrondan yaranırsa, demək, rabitələrin yaranmasında iştirak edən elektronların sayı 1. Nəyə bərabər olacaq? 3 vurulsun 2, yəni 6-ya. 3 azotun 3-də hidrogen elektronları iştirak edir. Belə və hibrid orbitalların neçə faizinin rabitə yaranmasında iştirak etdiyini hesablayın. Ammoniakda azot atomları sp3 hibridləşmə halındadır. Çünki burada azotun bölünməyən cüt elektronu var. Yəni bu cüt elektronu bir buludla, rabitələr də belə bir buludlarla belə göstərsək, demək 4 hibrid buludu var. sp3 ilə 4 hibrid orbitalı demək idi. Bunlardan neçəsindən istifadə edib? 3 dənəsindən, yəni hidrogenə sərf etdiklərindən. Ümumi 4 orbitalın 3-ündən istifadə edibsə, 4-də 3 vururuq 100-ə, bu da eləyir 75%. Bu da oldu 2-nin cavabı.
7-ci misal. Maddələr verilib CH4 və H2O. Rabitələrin yaranmasında iştirak edən hibrid orbitallarının ümumi sayı. Deməli, metanın karbonu sp3 halındadır, sudakı oksigen də sp3 halındadır. İstifadə etdikləri, demək, 4 hidrogen burada birləşdirib, demək, 4-ündən istifadə edib, suda isə 2 hidrogen birləşib deyə ikisindən istifadə edib. X bunların cəmidir. İştirak edən hibrid orbitalların sayı, yəni 4 plus 2 olacaq 6. Hibrid orbitallarının ümumi sayını soruşursa, sp3-ün 4 buludu var. Bu sp3-ün 4 buludu varsa, y də bərabər 4 plus 4 olacaq 8. Nömrə 8. Etan, etilin keçidi zamanı. Etan C2H6, etilin isə C2H4. Bunu quruluş formülündə göstərsək, CH3 olub etilin, CH2 2 qat rabitə CH2. Keçid zamanı valent bucağının qiyməti. Valent bucağı etanda karbon sp3 hibridləşmə halındadır. sp3 hibridləşmənin valent bucağı danışmışdıq 109 dərəcə 28 dəqiqədir. Etilində karbonların hər biri sp2 hibridləşmə halındadır. sp2 hibridləşmənin valent bucağı 120 dərəcə idi. Valent bucağının qiyməti və hibrid orbitalların sayı necə dəyişir? Demək, valent bucağının qiyməti 109-28-dən gəlir 120-yə. Yəni, birin cavabı olacaq artır. Artır. Hibrid orbitallarının sayı. sp3 hibridləşmə halında karbon var. İndeksindəki 2-yə vursaq olacaq 8. sp2 hibridləşmə halında karbon var. 2-yə vursaq, yəni 3-ü 2-yə vursaq olacaq 6. 8-dən 6 isə hibrid orbitalların sayı azalır. Yəni, birin cavabı olacaq artır, ikinin cavabı olacaq azalır. Nömrə 9. C2H2 və CO2. Molekullarında karbon atomlarının hibrid orbitallarının və sigma rabitələrinin cəmini hesablayın. Hibrid orbitallar. C2H2 asetilindir. Asetilində 3 qat rabitə var. Hər ikisi karbonlar sp halındadır. CO2-nin də quruluş formulunu bundan qabaqki misalda çəkmişdik. Bu da sp hibridləşmə halındadır. Çünki sağ-sol tərəfi 2 qat rabitə ilə birləşib. Demək, hibrid orbitallarının və sigma rabitələrin cəmini. sp hibrid orbital yazdım karbonun üzərindən. sp-də 2 bulud varsa, indeksindəki 2-yə vursam, 2 vur 2, 4 eləyəcək. Burada karbon sp halındadır. 1 karbon varsa, deməli 1-i 2-yə vuracam, bu da 2 eləyəcək. Demək, birin cavabı. Hibrid orbitalların sayı deyirsə, demək, 4 ilə 2-ni topladıq. 4 üstəgəl 2 oldu 6. Sigma rabitələrin cəmini. Sigma rabitələri tapsaq, məsələn, CO2-də biri pi idi, 2 qatın, qalanları 2 dənə də sigma var idi. Deməli, ikincinin cavabını axtarırıq. Asetilində isə hidrogenlərin sayı sigma rabitədir, bunu bilirdi. 3 qatında biri sigma idi. Demək, asetilində 2 hidrogen var, 1 sigma, 3 qatın biridir. Üstə gəlinsin, karbon qazında da 2 sigma var. Cəmd eləyəcək 5. Bu da 2-nin cavabı. Nömrə 10. Mis 29 üzərində N verilib. Elektronların ümumi sayı. S elektronları X saydadır, P elektronları 12 saydadır, D elektronları X plus 4 saydadır. X-in qiymətini və N-in qiymətini müəyyən edin. Bu mis 29-u bilirsiniz ki, 4 dənə təbəqəyə malik idi. Axıra 1 qoyurduq. 2, 8, bu da 18 idi. Mis əlavə yarım qrup elementidir. Əlavə yarım qrup elementlərində P elektronların sayı 12-yə bərabər idi. Çünki P2, P6 burada var, 3, P6 da burada var. P-lərin sayını 12 veriblər. Doğru. Qaldı S-lərin də D-lərin sayını tapmaq.
mis üzərində n qoyublarsa, yəni bu elektron verib. Adətən atom elektronu sonuncu təbəqədən verir. Məsələn, n-ə bir qiymət versək, S elektronların sayı nə qədər qalacaq? S birinci təbəqədə 1s2 var. İkinci təbəqədə də 2s2 var. Üçüncü təbəqədə də 3s2 var. Demək, S-lərin cəmi eləyəcək 6. Bu da x-i göstərdi. D elektronları isə x plus 4-dür. X tapmışıq 6. Onda D elektronları da 6 plus 4, bu da eləyəcək 10. Və n-in qiymətini tapın. Deməli, elə n-ə bir qiymət verəndə dediklərimiz hamısı ödənilir. N-ə müsbət bir qiymət verdik. Deməli, S elektronu vardı. Bunun axırında 4s1 var idi. Bu elektronu verdi. Qaldı elektronlar 1s2, 2s2, bir də 3s2. S elektronları qaldı. Bunların cəmi oldu 6. Onu x-lə göstərmişlər. X bərabər oldu 6-ya. D elektronları x plus 4-dürsə, x plus 4. X tapmışdıq 6. 4 üzərinə gələndə 10 eləyəcək. Həqiqətən də bu misin elektron formulu 3D, 10, 4, S1 olanda bir elektron verəndən sonra D-də 10 elektron qalır. Deməli, n oldu müsbət 1. X-in qiymətini x-də oldu 6. X-i buradan 6 tapdıq. N-də 1 tapdıq. Müsbət 1 tapdıq. On birinci suala baxaq. Deməli, yəni çevrilmə verilib. CH2, bromu aşağıda yazaq, işimizi asanlaşdırmaq üçün. CH2, bu da oldu CH3. Qələvinin spirtdə məhlulu əlavə olunanda alken əmələ gəlirdi. Halogen 1 mol olanda. Buradan kalium xlorla su çıxırdı. Demək, kalium xloru birləşib çıxırdı. OH da H-ın birini buradan götürəndən sonra brom gedirsə yerdə qalır CH2, 2 qat rabitə əmələ gəlir. CH, sonra da olur CH3. Bu X maddəsi. X maddəsi üzərinə xlor əlavə edəndə reaksiya 2 qat rabitəli karbon atomlarında baş verir. Rabitənin P-si qırılır. Qırılmış P rabitələrə xlorlar birləşdi. Bu da oldu Y maddəsi. Y-in molekulunda birinci və ikinci karbon atomlarının oksidləşmə dərəcələrini müəyyən edin. Y-in molekulunda. Y maddəmiz budur. Y buradan silə bizə lazım deyil. Nömrələnmə halogen atomları radikal olduğuna görə soldan başlayacaq. 1, 2 və 3. Birinci və ikinci karbon atomunun oksidləşmə dərəcəsini axtaraq. Deməli, burada artıq bunu bildik 1-dir. Bunu buradan sildim, bunu da sildim, bunu da sildim. Deməli, birinci karbon, bu da oldu ikinci karbon. Mötərizən də buradan çevirələri silək. Deməli, birinci karbon dərəcəsini tapmaq üçün xlorun mənfi 1 olduğunu bilirik. Hidrogen də müsbət 1-dir. 2-ni 1-ə vurdum, müsbət 2. Xlorda mənfi 1 yazsam, bu mənfi 1-lə 0 eləyəcəklər. Daha doğrusu karbona mənfi 1 yazsam. Birinci karbon oldu mənfi 1. Birincini tapdıq. İkincini də axtarsaq, xlor mənfi 1, hidrogen müsbət 1 isə karbona qalacaq 0. İkinci də olacaq 0. 12-ci misala baxaq. Maddələr verilib. Deməli, natrium H2PO4. Natrium dihidroortofosfat. Metal M indeksini bilmirik. PO4, burada da var N. 1 molunda olan iyon rabitələrin mol sayı 7-dir. İyon rabitələrin mol sayı metalın indeksi vur valentliyi idi. Burada da görsənir ki, bu PO4, H3PO4-ün qalığıdır, 3 valentlidir. Yazıram buradan H3PO4. PO4 turşu qalığı 3 valentlidir hidrogenin sayına görə. Onda belə çıxır ki, bu M, bax burada yazılan M 3 imiş. Yəni 3 gəldi bunun indeksinə. Burada yazılan N-də metalın valentliyi yazdım üzərinə N. Birinci maddədə iyon rabitənin sayını tapsaq, metalın valentliyini vururuq indeksinə. Yəni 1-i vururuq 1 eləyir 1.
İkincidə iyon rabitənin sayını tapsaq, N-i vırırıq 3-ə. Eləyir 3N. Və bunların cəmi 7 eləməlidir. 1 üstəgəl 3N. 3N bərabərdir 7. 3N bərabər 6. N də eləyəcək 2. N-i tapın. Tapdıq 2. Bir də M-i soruşurdu. Biz artıq M-i tapmışdıq. M 3-ə bərabər idi. Çünki o PO4-ün valentliyi idi. Metal indeksində yazılan. Bu 1-in cavabı, bu da oldu 2-nin cavabı. Nömrə 13. Yine vinil asetilen verilib. CH 3 qat rabitə C, CH 2 qat rabitə CH2. Molekulunda sp hibrid orbitallarının sayı. sp 3 qat rabitəli karbon atomlarınındır. Hər sp-nin 2 buludu varsa, demək sp hibrid orbitalları bərabər 2 üstəgəl 2 olacaq 4. Bunu tapdıq. Sayı bütün hibrid orbitallarının sayının neçə faizini təşkil edir? 2 qatlı karbonlarda sp2 hibridləşmə halındadır. sp2 hibridləşmənin 3 buludu var da sp2 3 eləyir. Deməli 3-ü vuracağıq 2-yə. Çünki 2 karbonumuz sp2-dir. Bu da olacaq 6. Deməli sp hibrid orbitallar 4 oldu. sp2 hibrid orbitalları da 3 vurulsun 2, 6 elədi. Bunların cəmi elədi 4 plus 6 bərabər 10. Bizə deyir ki, sp hibrid orbitalları ümumi hibrid orbitalları neçə faizini təşkil edir? Birin cavabı. sp-ni 4 tapmışdıq. Ümumini tapdıq 10. Vurulsun 100. Bu olacaq 40%. Və molekulunda qeyri-hibrid orbitallarının sayı. İkinci, qeyri-hibrid orbitallar nəyə bərabər idi? Hidrogenin sayı üstə gəlinsin 2 vurulsun pi rabitə. Hidrogenin sayına baxsaq, deməli, 1 hidrogen, bu da 1, bu da 2. 4 hidrogenimiz var, üstə gəlinsin. Pi rabitənin 3 qatın, başqa rəngdə yazaq bunu. 3 qatın ikisi pi rabitədir, 2 qatında 1-i pi. 3 dənə pi'miz varsa, 2-ni də vurduq 3-ə, bu da eləyəcək elə 10. Biri 40% oldu, 2 də elədi 10. Nömrə 14. Maddə verilib, deməli, metal N P2O7. Bu P2O7 bilirik ki, H4 P2O7-nin, yəni pirofosfat turşusunun qalığıdır. Ona görə P2O7-nin valentliyi 4-dür, hidrogenin sayı qədərdir. Şərtdə deyir ki, metalın valentliyi də 1-dir. Metalın valentliyi 1-dirsə, bu da 4 valentlidirsə, onda belə çıxır ki, N ilə 4-ə bərabərdir. N'in qiymətini yazın, N oldu 4. Birin cavabı. Və maddənin bir molunda olan atomların mol sayını tapın. 2. Atomların da mol sayı M4 dənə oldu, üstə gəlinsin. P2-dir. Oksigen də 7-dirsə, bu da eləyəcək 13. Belə. 15-ci misala baxaq, nömrə 15. Alkin. Alkinin formulu CnH2-2. Doymuş aldehidin də formulu CnH2O. Karbon atomlarının sayı. Birində N veriblər, birində X veriblər. Karbon atomlarının sayı X vermiş, onda olacaq bu CxH2xO. Belə yazaq, sonrasına baxarıq. Karbonun sp3 hibrid orbitalları 16 verilir. Yəni, burada sp3 hibrid orbitalları bərabər 16. CnH2 alkindir. Alkinlərdə 2 karbon atomu sp halındadır. İkisi. Onda belə çıxır ki, N-dən çıxacam 2-ni, yerdə qaldı sp3-lərdən sayı. Vuracam 4-ə. Çünki sp3-ün 4 buludu var. Bərabər 16 eləməlidir. Onda N çıxı 2 bərabər 4-dürsə, N də eləyəcək 6. Demək, alkinimizdə 6 karbon var imiş. Yəni, alkinin formulu C6H10 imiş. Nə soruşur bizdən? Alkində karbon atomların sayı. N-i tapdıq 6. Doğru. Yenə yazaq buradan 6. Y bərabər 2N yazılıb. Bax burada. N-i tapmışam 6. Onda Y olacaq 12.
Doymuş aldehiddə, məsələn, bir dənə aldehid yazsam, nümunə misal yazsam belə, aldehidin aldehid qrupundakı karbonu sp2 halındadır. Yerdə qalan karbonlar isə sp3 halındadır. İndi həmin aldehidində sp3 hibrid orbitallarının sayı 12-dirsə, onda biraz çıxır ki, burada bir dənə də karbonumuz olmalıdır ki, hər sp3-ün 4 bulud olanda 4-ü çıxaranda 12 eləsin. Demək, bax, burada 12 sp3 hibrid orbitalı var. 12 sp3 hibridinə 3 dənə karbon sərf elədik. Bir karbon da aldehid qrupunda varsa, onda karbonların sayı, yəni x bərabər 4 eləyəcək. Karbon atomların sayı, bax, bunu tapdıq 4. 3-ü sp3 halındadır, biri də sp2 halında. X-i tapın, x tapdım 4. Birin cavabı. Alkin molekulundakı qeyri-polyar kovalent rabitələrin sayını. Alkin tapdım 6-dır. Yəni N6 idi. Demək, 6 C6H10 idi. Açıq-açıq da göstərə bilərik. Düstur kimi də yazarıq. Demək, burada 3 qat rabitə var. Qalanları 1 qat rabitədir. Bizə qeyri-polyar kovalent deyirsə, karbon atomları arasından danışırıq. 3 burada var. 1, 2, 3, 4 də burada var. Toplayanda eləyəcək 7. Bu da oldu 2-nin cavabı. Düstur kimi hesablasaydıq, C6-dırsa, N çıxılsın 1 sigmadır. Beləcək 6 çıxılsın 1 oldu 5. Alkinlərdə 2 dənə də pi rabitə varsa toplayıram eləyir 7. Yine eyni forma cavabı gəlib çıxırıq. Onu tapdıq. Sonra aldehidin nisbi molekul kütləsini tapın. Aldehiddə x-i 4 tapmışdıq. Yəni atomların sayını, karbon atomların sayını. Bu da C4H8O eləyəcəkdir. 3-ün cavabı. Demək, 12-ni vuracam 4-ə. Üstə gəl 8 plus 16. 48. Bu da 8 neçə eləyər? 56. O da 16. Olacaq 72. Əgər rəqəm səhv eləmədiysə 8, 14, 28. 8, 16, 24, da 48, 72 eləyəcək. Bəli, 3-ün cavabı oldu 72. Nömrə 16. C2H2 üstə gəl C2H2. C2H2-nin üzərinə C2H2 əlavə edəndə alınırdı C4H4. C4H4 vinil asetilen idi. Asetilen bu da olurdu burada vinil. Bu üzvü kimyanın misalları çoxdur kimya rabitə dərsində. Təzədən həmin o vinil asetilen üzərinə 1 mol H-xlor əlavə olunub. Reaksiya 3 qat rabitəli karbonlarda baş verəcək. Hidrogen çoxa, xlor da gəlib aza birləşəcək. Alınacaq CH2 qat rabitə. Rabitənin biri qırılacaq. Aşağıda qaldı xlor, CH. Buna da biz demişdik xlorpiren kauçukunun monomeri. Bu oldu Y maddəsi. X-in molekulunda kimyəvi rabitənin yaranmasını. X maddəmizdə C4H4 idi. Kimyəvi rabitənin yaranmasında iştirak edən hibrid orbitallarının sayını. Deməli, X maddəmiz bax bu idisə, 2 qatlı karbonlar sp2 halındadır. 3 qatlı karbonlarda sp. 2, bu da 2 elədi 4, 3, bu da 3 elədi 6. Cəmi elədi 10. Yəni, birin cavabı 4 plus 6 elədi 10. SP-nin SP2 buludu var. 2 dənə SP varsa 4, SP2-nin də 3 buludu var. 3 içində 6. Birin cavabı onu tapdıq. Y-in molekulunda rabitənin yaranmasında iştirak edən P elektronlarının sayı. Y-in molekulunda P rabitə var 2 ədəd. Deməli, 1 P rabitə 2 P orbitalının örtülməsindən yaranıbsa, 2 dənə P rabitə necə olacaq onda? Demək, P-lərin sayını tapmaq üçün 2P-ni vuracaq, deməli 2 olacaq 4P. Deməli, təkrar deyirəm, P rabitənin yaranmasında 2 dənə P iştirak edir. Yəqin xatırlayırsınız bu quruluş şəklini. Bax belə, orbitalların örtüldüyü yer mərkəzdən keçən xəttin üstdən düşmürdü. Buna P rabitə deyirdik. P rabitə 2 dənə P-nin örtülməsindən yaranırsa, bizdə 2 dənə P rabitə varsa, demək 4 dənə P olacaq. Plus, xlor da bura P elektronu ilə birləşibdir. Üzərində 1 əlavə eləyəndə olacaq 5 ədəd P orbitallarının sayı. Bu da oldu 2-nin cavabı. Nömrə 17.
Alifati karbhidrogen molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitallarının sayı hidrogen atomlarının sayından 4 vahid çoxdur. Bu karbhidrogen molekulundakı pi rabitələrin sayını və 2 molunun tam hidrogenləşməsinə sərf olan hidrogenin həcmini hesablayın litrlə. Demək, alifatik karbhidrogen, yəni açıq zəncirli karbhidrogen molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalları. Qeyri-hibrid orbitallar nəyə bərabər idi? Hidrogenin sayı üstə gəlinsin, 2 vurulsun pi rabitəyə. İndi ki, qeyri-hibrid orbitalların sayı hidrogen atomlarının sayından 4 vahid çoxdur. Bax, bunu demək istəyir. Hidrogenlərin sayından 4 vahid çoxdur. Yəni, hidrogenin sayı üzərinə əlavə eləməliyəm 4. Yəni, nə deməkdir bu? Pi rabitə 2 vahiddir. NH üstə gəlinsin 4. Bax, bu 4, 2 pi-ni göstərir. 2 pi bərabər 4-dür. Sonra belə çıxır, pi-lərin sayı 2-dir. Pi-lərin sayı 2 olan Cn H2 çıx 2, yəni alkin və yaxud da alkadein olmalıdır. İndi bu karbhidrogen molekulundakı pi rabitələrin sayını tapdım 2 və 2 molunun tam hidrogenləşməsinə. Cn H2 çıx 2-nin 1 molu özünə 2 mol hidrogen birləşdirib çevrilir olur doymuş. Yəni Cn H2 üstə gəl 2. 1 moluna 44,8 2 mol birləşibsə, 2 moluna da 89,6 birləşəcək. Bu da oldu 2-ci cavabı. Demək, 1-ci cavabı oldu pi 2, 2-ci də cavabı oldu 89,6 litr normal şəraitdə. Belə. Nömrə 18. Kalium hidroksidin orta fosfat turşusu ilə əmələ gətirdiyi duzlar. Kalium hidroksid orta fosfat turşusu ilə 1-in 1 nisbətində reaksiya daxil olsa alınır kalium H2PO4. Əgər qələvini 2 mol götürsəm alınacaq kalium 2HPO4. Qələvini 3 mol götürsəm olacaq kalium 3PO4. Yəni, orta fosfat turşusu ilə kalium hidroksidin yaratdığı duzlar oldu bunlar. Bu yazdıqlarım. Bunlardan fikir verirsə, kaliumun sayı ən çox olan, emiri ən ağır olan, ən çox olan olacaq. O da A üstə gəl 38-ə bərabər. Deməli, bax, bu A üstə gəl 38 imiş, ən ağır olan, kaliumu çox olan. Ən yüngül A çıx 38-dirsə, bu da ən yüngül də kaliumu az olandır. Bu da A çıx 38, yəqin bu da olacaq elə A. İndi A üstə gəl 38, kalium 3PO4-dündürsə, bu X maddəsi, bax, budur. A çıx 38 Y maddəsinindir. Bu yana da qalacaq Z maddəsi. Bizə nə deyir? A-nı tapaq. Demək, kalium 3PO4-ün emerini tapaq birinci. Kalium 39, 3-ə vuranda 39 vur 3 üstə gəlinsin. PO4 də 95 idi. 3 9-un 27, 3 3-ün 9, o da 117. Üzərinə gəldin 95. 7-nin 5, 2, 1 yadda. 10, 11 oldu 212. Deməli, emir 212-yə bərabər. Yazmalıyım onda 212 bərabərdir. A üstə gəl 38-ə. A da bərabərdir 212-dən çıxmalı 38-i. Mən biraz bəzən hesablamağa rəqəmlərə səhv yol verirəm deyə hesablayayım bunu kalkulyatorun dəqiq olsun. 212-dən çıxırıq 38-ə. Qalır 174. Deyir ki, A-nı tapın, A-nı tapdım 174. Y-in 1 molunda olan polyar kovalent rabitələrin sayı. Y maddəmiz bax budur. Buradakı polyar kovalent rabitələrin sayını tapmaq üçün nə etməliyik? Birincisi, ümumi rabitəni tapmalıyıq. Ümumi rabitəni tapanda oksigenin sayını vururuq 2-yə, eləyir 8. Sonra iyon rabitəni tapmalıyıq. Kaliumun valenti 1, indeksi də 1-dir. Olacaq elə 1. Onda kovalent rabitəni tapmaq üçün polyar kovalentdir. Ümumi rabitədən 1-i çıxacam, qalacaq 7. Bu da oldu 2-nin cavabı. Z-in kimya formulunu müəyyən edin. Z-in kimya formulunu müəyyən elədik. Kalium 2HPO4. Bu da oldu 3-ün cavabı. Nömrə 19.
Molekulunda bir asimetrik karbon atomu və minimal sayda karbon atomu olan doymuş bir atomlu spirtin sinif arası izomerinin molekulunda qeyri-polymer kovalent rabitənin sayını və 0,2 molunun yanmasından alınan suyun kütləsini qramla hesablayın. Deməli, doymuş bir atomlu spirtdən danışırıqsa, burada bir OH qrupumuz var. Asimetrik deyilsə, yanına bir dənə hidrogen yazaq, bir tərəfinə bir metil yazaq, bir tərəfinə də etil yazaq. Artıq bu karbon olur asimetrik karbon atomu. Niyə? Çünki metili, etili, OH-ı və hidrogeni var yanında. 4 tərəfin 4-ə müxtəlifcə bu oldu asimetrik karbon. Yəni maddəmiz C4H9OH imiş. Yəni butanol 2 imiş. Deyir ki, minimal sayda karbon düzəltdik bunu. Doymuş bir atomlu spirtin sinif arası izomerinin molekulunda. Spirtlərin sinif arası izomerləri sadə efirlərdir. Sadə efirləri məsələn birincisi nə ola bilər? Sadə efirin ümumi formulu R, o R'dirsə, ortaya bir oksigen qoydum. Cəmi bizim 4 karbonumuz varsa, məsələn, bura 1 karbon, sağa 2 karbon, 3 karbon yaza bilərəm. İzomerin biri budur. İkincisi, yenə oksigeni saxlayıram yerində, metil qalar yerində, propili yazaram izopropil kimi. Üçüncüsü isə dietil kimi yazaram bunu. Yəni bu formada. Başqası da yoxdur. Buradakı qeyri-polymer kovalent rabitə karbon atomları arasından gedir söhbət. Bu hissədə karbon atomları arası yoxdur. Çünki S ilə O var, amma karbon atom arası, bax burada var. Qırmızı çəkdim, bir də burada var. Oldu 2 dənə. Digər maddəyə baxsaq, yenə karbon atom arasında yenə 2 dənə qeyri-polymer var. Bu da 2 oldu. Sonuncu maddəyə də baxsaq, karbon atomları arasında yenə 2 dənə qeyri-polymer kovalent rabitə var. Onda belə çıxır ki, birinci cavabı oldu elə 2. Hansı izomeri götürsək, karbon atomları arasında qeyri-polymer kovalent rabitə 2 dənə oldu. Və 0,2 molunun yanmasından. Spirtimizin formu C4H9OH idi. C4H9OH-ın yanmasından alınır karbon qazı və su. 4 karbona yazsaq, 5 suya yazsaq 10 hidrogen eləsin. 13 oksigenin biri burada varsa 6-da buraya yazaram. Oksigenin qarşısına eləyər 13. 0,2 molunun yanmasından suyun kütləsini tapın. X qram özü 1 moldur. Bu da olacaq 5 vurulsun 18. Tənasib qursaq 10-dakini 5-ə vuranda 1 eləyəcək. X-də qalacaq elə 18 qram. Bu da oldu 2-nin cavabı. Nömrə 20. Molekulunda 12 hidrogen atomu olan benzolun homoloqu. Benzolun homoloqu deyirsə, artıq burada benzol həlqəsinin olduğunu bilirik. Həlqəni çəkdik. 12 hidrogen var imiş. Benzol homoloqlarının formulu CnH-6-dır. Hidrogenlərin sayı 2n-6 12-yə bərabərdirsə, 2n bərabərdir 18, n elədi 9. Yəni maddəmiz C9H12 imiş. 9 karbonun 6-sı benzol həlqəsində var. Yəni bax, bu nöqtə qoyduqlarım 6 karbon atomu benzol həlqəsində var. 9-un 6-sını işlətdiksə qaldı 3 dənə karbonumuz. Bizə deyir ki, homoloqunda S1-S rabitələrin sayı maksimum olsun. Benzol homoloqunda bu həlqədə göstərdiyimiz karbonlar sp2-dir, yanında da hamısının bir hidrogeni var. Yəni sp2-S rabitəsi var bunların hamısında. Bir dənə özdə. sp2-S, bu nöqtələrin hamısında hidrogenlər var da, benzol CH6 olanda. Bax, yazıram var hidrogen, 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 bu da oldu hidrogen. Bizə deyir ki, 12 hidrogeni olan, amma sp2-S rabitələrin sayı maksimum olsun. sp2-S rabitələrin sayı maksimum olsun o deməkdir ki, burada biz H-ın birini radikalla əvəz eləyə bilərik. Yerdə qalan 3 dənə karbonu bax, bura yerləşdirməliyik ki, bu yerdə qalan bu sp2-S-lərin sayı 5 dənə, yəni ən çox halda görsənsin. Yəni, bir tərəfindən karbon birləşdirdik və ikili karbon atomların sayı isə minimumdur. İkili karbonların sayı minimum olması bizim bu
həlqəyə yerləşdirəcəyimiz 3 karbonun içərisində ikili karbon olmasın deməkdir. Ona görə C-nin birini belə yazanda, birində bunun yuxarısında yazıram ki, bu karbon üçlü olsun. Yenidən ikili karbon yaranmasın. Deməli, maddəmiz, yəni radikalımız izopropil imiş. Formunu düzəltdik. Karbhidrogen molekülündə sp3, sp3 örtülməsinə əmələ gələn sigma rabitələrin sayını 1. sp3, sp3 örtülməsi belə bax, buradadır ancaq. Çünki həlqənin kənarları karbon atomları sp3 halında idi. Bu da 2 dənədir. Sigmanın biri buradadır, bir də buradadır. Bərabər oldu 2-yə. Sayını və birləşmənin beynəlxalq nomenklaturu ilə adını. İkincinin adı. Bu radikalımız çeviriyə almışam. İzopropil idi. Olacaq onda izopropil yerdə qaldı benzol. Bu da oldu maddənin beynəlxalq nomenklaturu ilə adı. Nömrə 21. Etilen xlorla reaksiya aparıblar, yəni çevrilmələr verilib. Etilen üzərinə gəldi xlor 2. Gəlin bunu belə yazaq. Etileni quruluş formulu ilə göstərək. CH2 2 qatı rabitə CH2. Üzərinə xlor əlavə eləyəndə xlorun hər biri bir karbon atomuna birləşəcək. Rabitə qırılacaq. Əmələ gələcək 1,2 dixlor etan. Bu oldu X maddəsi. Sonra üzərinə kalium OH spirtdə əlavə ediblər 2 mol. Nə baş verirdi? Halogenlər kaliumla birləşib gedirdi. Suyun, daha doğrusu qələbinin OH-ları hərəsi bir hidrogen birləşdirəcəkdi karbondan özünə. Yerdə qalacaq onda CH, 3 qat rabitə CH, yəni alkin, asetilen əmələ gələcək Y maddəsi. Sonra Y maddəsindən su əlavə ediblər katalizator iştirakında. Buradan alınırdı sirkə aldehidi, yəni Kucherov reaksiyası demişdik. Bu da oldu Z maddəsi. X, Y, Z-i tapdıq. Z-in molekulunda birinci karbon atomunun oksidləşmə dərəcəsi. Z aldehiddir. Təzədən bax, yazıram onun formulunu burada. Birincini həll edirik. CH3C, yazıram bir OH. Bir yığcam halda yazdım hissəsin. Nömrələnmə aldehid qrupundan başlayır. Yəni birinci karbon bax bu karbondur. Bunun oksidləşmə dərəcəsini axtarırıqsa, hidrogen müsbət 1, oksigen mənfi 2, karbona qaldı müsbət 1, cəmi sıfırləməsi 3-ün. Birin cavabı oldu müsbət 1. Z-in hidrogenləşmə məhsulunda polimer kovalent rabitələrin sayını. Yenə Z tapmışdı, bağışlayın, 2 olmalıydı. Z sirkə aldehidi idi, yəni CH3COH idi. Hidrogenləşməsindən, aldehidlərin hidrogenləşməsindən spirt əmələ gəlirdi. Burada baxın, bu hissədə C2H3 var, o da hidrogeni əlavə edəndə olacaq C2H5, OH da qaldı yerində. Daha sadə halda belə dedim. Polimer kovalent rabitələrin sayı. Quruluş formulu ilə göstərərəm yenə də. CH2, aşağıda da var OH. Demək, polimer kovalent rabitə hidrogenlərin sayı 3, 2, bu da 1, 3 oldu 6 plus oksigenlə karbon atomu arasındakı rabitədə polimer kovalent rabitədir. Çünki müxtəlif qeyri-metallar arasında əmələ gəlib. Cavab verəcək 7. Bu da oldu ikinci cavabı. 22-ci misala baxaq. Şaxəli quruluşlu alkan C4H10. C4H10 butan. Butanın bir normal quruluşu var belə. Bir də şaxəli quruluş. Bizə şaxəlisini deyirsə, onda bunu şaxələndirilmiş halda belə yazdıq. Bəs burada böyük yazacaq, səliqəli olsun. 1, 2, 3, bu da oldu 4. Hidrogen oldu 3, 3, bu da oldu H. Hidrogen atomunun qoparıldığı karbonun nömrəsi. Əslində bu nömrələsək, radikal tən ortaya düşür deyə istədiyimiz yerdə nömrələyə bilərdik. Belə nömrələdim. Birinci radikal yaratmaq üçün hidrogeni qopartdığımız karbon nömrəsi 1-dir. Yəni, hidrogeni buradan qopartmışıq. Nə qalır yerdə? Soldan CH3 yazdım. CH qaldı yerində. CH3, H-ın birini qopartdımsa olacaq CH2, bax belə. Bu oldu X radikalı.
İkincidə isə deyir, ikinci karbondan qoparır da hidrogen. İkinci karbonda bax, indi bunu buradan silirəm. Bax, buradan qoparacaq hidrogeni. Bunu da buradan silək. Demək, nə qalacaq onda orada? CH3 qalıb öz yerində. H-ı qopartım yeri qaldı boş. CH3-dən bu CH3-də qaldı yerində. Belə bir radikal yarandı. Yadınıza gəlirsə, biz belə olanda CH3-ü buradan götürüb yuxarıya yazırdıq ki, radikalın bu xətti sağda açıq qalsın ki, sonraki işlərimizi görmək asan olsun. Eyni radikal onsuz da bu da oldu Y radikalı. X və Y radikallarının birləşməsindən. Bunları birləşdirmək lazımdır. X radikalını yazıram. CH3, CH, CH2, CH3 xətt qoyduq. Y radikalını da bu xəttdən gətirib bu xəttə birləşdiririk. Yəni yazırıq C, CH3, CH3, yuxarıda oldu CH3. Elə bil ki, Y radikalını lövhədən qopartdım, əksən çevirdim, xəttləri birləşdirdim bir-birinə. Belə bir maddə əmələ gəldi. Alınan maddə molekulunda ikinci, üçüncü və dördüncü karbon atomlarının oksidləşmə dərəcələrini. Bu oldu karbon atomunun zənciri, uzun zəncir. Bunlar da oldu radikallar. Danışmışdıq ki, alkanları, radikalların daha çox olduğu tərəfdən nömrələmək lazımdır. Yəni, bunu sağdan nömrələyəcək. Çünki sağda radikallar daha çoxdur. Sağdan nömrələsə bu birinci karbon, ikinci, üçüncü, dördüncü, bu da beşinci. İkinci karbon, ikinci karbonumuz budur. Təkdir, demək onun dərəcəsi 0 olacaq. İkinci karbon oldu 0. Sonra üçüncü karbon CH2-dir. Sildi. Hidrogenə müsbət 1 qoysam, bu da olacaq -2. İkinci karbon oldu -2. Üçüncü karbon daha doğrusu. Dördüncü karbon. Buradan silək. Dördüncü karbonda CH-dır. H-a müsbət 1 desəm, karbon da olacaq -1. Dərəcələrini müəyyən etdik. Nömrə 23. Xlorun oksigenli turşuları. Xlorun oksigenli turşularından var H-xlor O, H-xlor O2, H-xlor O3, H-xlor O4. Biz hansının hansı olduğunu bilmirik, elə sıralamayı belə yazdıq. Xlorun oksidləşmə dərəcələrini də deyirsə, bir-bir tapaq. -2 hidrogen müsbət 1, xlor müsbət 1, -2 müsbət 1, xlor olacaq müsbət 3, cəm 0 eləməsi üçün. Xlor oldu müsbət 5, -2 müsbət 1, bu da olacaq müsbət 7. Xəttə deyir ki, A kiçikdir B-dən, o kiçikdir C-dən, o da kiçikdir D-dən. Ən kiçiyimiz burada A-dırsa, elə bu ən kiçiyimiz burada müsbət 1-dir. A X-in içində olandısa, bu oldu X maddəsi. Sonra B ilə müsbət 3 gələcək, daha sıralama düppədüz olduğunda, bu da Y olacaq. Sonra C müsbət 5 gəlirsə Z olacaq. Axırıncı maddəmizdə oldu T, müsbət 7 ən böyük dərəcə göstərəndir. Bu olarsa X turşusunun kimya formulu, tapdım X turşusunun kimya formulunu. Birin cavabı X turşusunun kimya formulu H-xlor O. Y və T molekulundakı atomların sayının cəmini. Y bu idi. 1 atom, 2 də oksigen atomu, elə 4 atom və T. T'də 1, 2, 4 oksigen var, oldu 6 atom. Cəmi elədi 10, tapdıq. Z molekulunda xlor atomunun valentinə uyğun tək elektronların sayı. Z-də oksidləşmə dərəcəsi müsbət 5-dir. Müsbət 5-dir, onda belə çıxır ki, bunun 5 tək elektronu var imiş. Onu da müəyyən etdik. 24-cü suala baxaq. Nömrə 24. Vinil və fenil radikallarından ibarət maddə. Vinil CH2 qat rabitə CH2 idi. Fenildəki benzoldan qalan radikal idi. Bu da oldu, bax, benzol həlqəsi. Səliqəli yazaq. Belə, CH, bu da oldu CH2. Yuxarı vinil, aşağıdakı fenil oldu. Əmələ gələn maddə molekulunda rabitələrin yaranmasında iştirak edən
hibrid orbitalların sayını. Bilirsiniz ki, bu maddə C8H8'dir. Yəni vinil benzol ya da stirol deyildi buna. Burada benzol həlqəsinin bütün karbonları sp2'dir. sp2'də 3 buludu var. Burada iki qat rabitəli karbonların da hər biri sp2 halındadır. Onda cəmi neçə karbon sp2 halındadır? Elə 8 karbon hamısı sp2'dir. Onda 3'ü vursam 8'ə olacaq sp2 hibrid orbitalların sayı 24. Bu birin cavabı. Sonra rabitələrin yaranmasına iştirak edən qeyri-hibrid orbitallarının sayı. Qeyri-hibrid orbitalların sayı, hidrogenlərin sayı və pi rabitənin kimisli idisə, hidrogenlərin sayı 8. Üstə gəlinsin. Pi rabitənin biri vinildə var. Bir də benzol həlqəsində də 3P-ni biz 6P saymışdıq. Elə bunu da 3P götürsək, 1P də bunu götürsək, 4P. 4'ü vuraram 2'yə, 8 cəmi eləyər 16. Bunu tapdıq. Son, bu ikinci cavabı. 3. Bu maddənin 0,5 molun tam yanmasından alınan suyun kütləsi. Maddəmiz C8H8 yandırsaq, əmələ gələcək CO2 və su, 8 karbon qazı, 4 su, 10 molda oksigen. Bir də deyir ki, 0,5 molunun, bu da özü 1 moldur, alınan suyun kütləsi. 1 moldan 4 vur 18 su alınıbsa, 0,5 moldan x alınır. X də bərabərdir. 0,5'i 4'ə vursam 2, 18'i də vursam eləyəcək 36 qram. Bu da oldu 3'ün cavabı. Deməli, biz bugün sizlə kimyəvi rabitə oksidaşma dərəcəsi mövzusuna aid 2025-ci il test bankından ətraflı yazılı cavab tələb edən tapşırıqların izahlarına baxdıq. Sağlıq olsun, növbəti dərslərimizdə, hara getdik, haradan başlamışdıq? Buradan. Növbəti dərslərimizdə artıq istilik effekti bölməsindən başlayacağıq. Həm nəzəri, həm də testlərin izahlarını yazıb paylaşmağa çalışarıq. Bugünlük bu qədər. Növbəti dərslərdə davam edərik.